Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partladıb. İyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu uzun müddətli dalana dirənmiş müharibənin təhlükəli fəzaya daxil olmasından xəbər verir. Bu barədə The Wall Street Journal məlumat yayıb. Meta şirkəti koordinasiya edilmiş qeyri-müəyyən davranışlara qarşı siyasətini pozduğuna görə Facebook sosial şəbəkəsində Azərbaycan və Türkiyəni hədəfə almış 17 hesabı və 22 səhifəni, Instagramda isə 21 hesabı silib. Təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz. Bu barədə informasiyanı Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi yayıb. Türkiyənin müxalif Cumhuriyyət Xalq Partiyasının keçmiş sədri Kəmal Kılıçdaroğlu və komandası geri dönmək üçün hazırlıqlara başlayıb. ABŞ prezidenti Donald Trump'ın administrasiyası İranın nüvə proqramının fəaliyyətinə yaxından nəzarət etmək imkanına malikdir. Bu barədə ABŞ rəsmiləri məlumat yayıb.